Kimyəvi bir qatqıların və ya da hər hansı bir azot mənşəli və nitrat mənşəli əlavələrin verilməsi fonunda meyvələr sürətlə böyüyür. Mədə-bağırsaq sistemində, qaraciyərdə müəyyən bir özünün izini və patologiyasını qoyur. İshalın olması, bəzən xəstələrdə ürək bulanması, epiqastral nahiyədə ağrıların olması, hətta qusmaların kimi özünü göstərə bilir. Meyvə tərəvəzləri istixana şəraitində yetişdirmək üçün onlara xüsusi süni şərait yaradılır. Bunun üçün də uşaqlar, hamilə qadınların uzaq durması vacib amillərdəndir. Çünki uşaqların orqanizmi çox kövrəkdir, immun sistemi çox zəifdir. O böyüklərə nisbətdə onlar daha çox böyük fəsad verə bilər və ilk olaraq, yəni uşaqlarda yenə deyirəm, bəzən qızdırmalar, ishal, ürək bulanma şəklində və yaxud da bəzən belə uşaqlar bizə müraciət edirlər ki, anası qeyd edir ki, hər hansı bir meyvəni yedikdən sonra axşamı qusmalar baş verdi. Ondan çox az bir miqdarda istifadə olunmalıdır və istifadə olunan zamanda böyük ölçülü meyvələrdən alınmamalı. Əgər rəngi yaşıllaşmış, ağ fondadırsa, həmin nahiyə kəsilib tullanmalıdır. Tərəvəzlərdən də məsələn, yarpaqları, kiçik yarpaqlarından istifadə olunmalıdır. Elə əsas qalın zoğlarda bu nitratlar və azot birləşmələri toplanırlar.